Əgər səni hamının başa düşməsini gözləyirsənsə, bu video sənin üçündür. Çünki insan ən böyük yorğunluğu özünü hər kəsə izah etməyə çalışmaqdır. İnsanlar səni öz təcrübələrindən irəli gələrək görürlər. Yəni, öz dünyalarında hansı obraz varsa, ona görə səni görürlər. Yəni, eyni söz iki insanda fərqli şeylər yarada bilər. Problem həmişə səndə olmur. Niyə biz istəyirik ki, hamı bizi başa düşsün? Çünki uşaqlıqdan bizi anlayıblar. İndi də böyük həyatımızda istəyirik ki, bizi də eyni cür anlasınlar. Necə ki, ailədə. Yəni, uşaqlıqdan biz belə bir obraz olub bizdə. Yaxşı uşağı hər kəs sevəcək. Ona görə də böyüyəndə də hamını razı salmağa çalışırıq. Fikir verməyin səsə, Ədəmi də mənə də fikrim aynır. Yəni, biz bir şey anlamalıyıq ki, hər kəs bizim kimi düşünmək məcburiyyətində deyil. Dünyada 8 milyard insan var. 8 milyard düşüncə var. Yəni, hər kəs individualdır da, bilirsiniz yəqin ki. Ona görə özün kimi əgər qarşında insan olmasını istəyirsənsə, təbii ki, sən də dəyişməlisən. Yəni, insan o qədər özünü izah etmək istəyir ki, artıq yorulur. Mən öz təcrübəmi deyə bilərəm ki, hər zaman zaten videolarımda da öz təcrübəmi gətirirəm. Özünü heç kimə sübut etmək lazım deyil. Yəni, səni anlayan şəxslər onsuz da sənin həyatında qalacaq. Anlamayanlar isə sən saatlarla da izah etsən, xeyri yoxdur, anlamayacaq səni. Ona görə əgər sən düşünürsən ki, hər kəs səni anlamalıdır və başa düşməlidir. Mən də elə olmuşam. Mən də düşünmüşəm ki, mənim anam məni anlamalıdır. Çünki ən yaxın insanımdır həyatımda. Amma onun öz fərqli düşüncəsi var. Mən onun düşüncəsini anladım ki, 60 yaşı var. Allah bütün analara can sağlığı versin. Amma mən 60 yaşından sonra dəyişə bilməyəcəm. Və o da dəyişməyəcək. Yeganə mənim, belə deyim də, ona olan hörmətimdən dolayı, yəni mən xətrinə dəyməmək üçün razılaşıram bəzi şeylərlə. Amma razılaşmama baxmayaraq öz bildiyimi edirəm. Necə? Bu mənim doğrumdursa, mən bunu edirəm. Çünki mənim öz bir dünyaya baxış bucağım var da, bir fəlsəfəm var. Mən o fəlsəfəmi heç kimə yedirə bilmərəm. Ona görə də onun məni anlamaması normaldır, onun öz fəlsəfəsi var. Mən dəyişər bilərəm. Mən dəyişəndən sonra, məni görəndən sonra bəzi şeylərdən anlayıram ki, razılaşmaq istəyir artıq, amma
yenə də hardasa razılaşmır. Sonda nə demək istəyirəm? Uzatmayım videonu, siz də yormayım. Düşündüm ki, gözəl bir park olar, səssiz olar, amma axşam hamının çıxan vaxtıdır. İnsanların sənə başa düşməsini həmişə sənin günahın deyil. Yəni, düşünmə ki, səni anlamırlarsa, burada nəsə səndə problem var. Xeyr. Səni anlamaması da çox da normal bir şeydir. Və bunu da gözləmə. Zaten bu gözləntidə olma. Olsan belə, yəni məyus olacaqsan. Ona görə bu gözləntiyə heç girmə. Yetər ki, sən özünü anla. Yetər ki, sən özünü başa düş. İnanırsınız, yəni mən özümlə o qədər gözəl münasibətim var ki, dost münasibətim var ki, anlamasılar okeydir. Ən yaxın dostum anlamır. Okey. Anlamasın. Yəni, nə olacaq? Bir də özə sual ver, səni anlamasa, nə dəyişəcək? Oturub buna görə bəzi insanlar fikir verirəm, ətrafımda da var. Nəsə, düşürəm qəmə falan, qəmliyim, nəyə qəmlənirsən? Nə gözləyirsən sən? Əgər bu video sənə faydalı oldusa, çalışdım faydalı olsun. Mənə komment yazə bilərsən aşağıdan. Həm də suallar da verə bilərsən. Təbii ki, sual versən daha gözəl olar. Və bir də bəyənmə düyməsini bas ki, başqa insanlar da bu videodan faydalansın və özünə yaxşı bax. Növbəti videoda görüşmək ümidi ilə.